Mən düşünürəm ki, istixanalara indiki durumda qaz baha satılır. Aha. Hətta vətəndaşdan da baha satılır. Dövlət güzəşt eləməlidir orada sahibkara. Mən düşünürəm ki, istixanalarla bağlı qaz satışında ayrıca bir yanaşma qoyulmalıdır. Bax, orada da bəlkə dövlət subsidiya eləsin bu məsələni. Yenə deyirəm, 10 manat sahibkar qaz pulu ödəyərsə, onun 20%-ni atıram, dövlət ödəsin. Qiymət azaltmasın, eybi yox. Qiymət qalsın yerində. Amma necə ki, digər sahədə sahibkara subsidiya verirsə, bu məsələdə də istixanalarla bağlı olan məsələdə də ayrıcalıq bir tanısınlar. Çünki burada istixanalarda ən çox pul aparan qaz alışıdır da. Yəni sahibkar təxminən 1 hektar istixananın bir sezon, qış sezonunda qaz məsrəfi 60-65-70 min manata gəlir çıxır. Bu da nəyə gəlir? Həmin məhsulun indi maya dəyərinə gəlir. Maya dəyərini artırır və nəticədə bazardan məhsul alır. Kübrələrlə bağlı var. Məsələn, sahibkar dərman alır, kübrə alır. O kübrələrlə bağlı dövlət dəstək verir. Amma qazla bağlı verilmir. Yəni, düşünürəm ki, istixanalara qaz daha ucuz satılmalıdır. Və o artıq bazarda, ən azı daxili bazarda öz təsirini göstərəcək. Məsələn, yeri gələndə İrandan gələn kənd təsərrüfatı məhsulları və xüsusilə də istixanalarda yetişdirilmiş məhsullar hələ yol gəlir, yol xərci, gömrük keçir, gömrük xərci, gəlir burada ambar xərci, yenə də bizim məhsullardan ucuz təklif olunur bazara. Niyə? Səbəb? Səbəb odur məsələ. Məsələn, qonşu dövlətlərdə istixanalarla bağlı, istər Türkmənistan olsun, indi ad çəkmək istəmirdim, istər İran olsun, qaz sahibkarlara ucuz satılır. Dünyada bunun nümunəsi var. Bəli. Deməli, bizdə də tətbiq oluna bilər. Bəli. Sahibkarlara bəli, dediyiniz kimi qaz biraz ucuz istixanalarda satılsa, bu məhsulun dəyərinə istixanalarda yetişdirilən tərəvəzlər var ki, biz məcbur olub gözləyirik ki, İrandan gələn məhsulun o dövr orada bitsin ki, bizim məhsullar bazara çıxa bilsin. Hətta gözləyirsiniz. Başqa yolumuz yoxdur, yəni. Xaricdən gətirilən məhsul daha ucuzdur deyə vətəndaş həmin məhsulu alır və sizin məhsulunuz çox təəssüf ki, belədir. alınmır.